Usikum və nəfsi bitəqvallah. Həm sizi, həm özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm və təqvalı olmağı tövsiyə edirəm. Bildiyimiz kimi bu günlər Zilhiccə ayıdır və bu mübarək Zilhiccə ayının ilk cümə günüdür. Zilhiccə ayı İslam təqviminin sonuncu ayıdır və bununla da İslam təqvimi, yəni İslamın hicri qəmərində 1446-cı il bitir və Muharram ayından etibarən yeni bir il, 1447-ci il başlayacaq, Allah nəsib eləsə. Və bugün mübarək Zilhiccənin ilk 10 günlüyünə təsadüf eləyən cümə günüdür. Və bildiyimiz kimi bu günlər bütün müsəlman aləmi üçün xüsusi günlər hesab olunur. Belə ki, milyonlarla müsəlman bu günlərdə dünyanın ən müqəddəs məkanını ziyarət etmək üçün mübarək torpaqlara, Məkkə-i Mükərrəməyə toplaşırlar və həcc ayinini yerinə yetirəcəklər. Azərbaycanımızdan da nə qədər insan gedib dünyanın müxtəlif bölgələrindən müsəlmanlar axışıb gəlirlər və həcc ayini İslamın ən kütləvi ayinlərindən biri hesab olunur və 1400 ildir ki, icra olunur. Nədir bu kütləvi ayinin fəlsəfəsi? Niyə bu ayin bu qədər çox coşqu ilə qeyd olunur və kütləviliklə icra olunur? Niyə Allah vacib eləyib hər bir müsəlmana, imkanı olan müsəlmana ömründə bir dəfə də olsun mübarək həcci yerinə yetirməyi? Mən çalışacağım çox qısa və sadə şəkildə bu ibadətin bir qədər fəlsəfəsinə toxunaq. Təbii, həcc ayininin hər detalının izahına varsaq, gərək 5, 6, bəlkə 10 cümə danışaq. Amma bir cümə ərzində qısa bir şəkildə həcc ayininin fəlsəfəsinə toxunub, onun mahiyyətinə toxunub, ikinci xütbəmizdə də keçən dəfəki mövzumuzun davamını eləyəcəm inşallah. Həcc ayini ümumilikdə kimdən yadigar qalıb? Həzrəti Adəm Peyğəmbərdən, Həzrəti İbrahim Peyğəmbərdən, Həzrəti İsmaildən, Həzrəti Hacər xanımdan yadigar qalıb. Allah Qur'an-ı Kərimin, yəni Adəm Peyğəmbərin adını çəkdim, biləsiz, həccin içində həcc ayininin başlaması Həzrəti Adəmin gördüyü işi görməklə başlayır. Bir dəfə mən bu sözü demişdim, biri irad bildirdi ki, axı Adəmlə nə əlaqəsi həccin? İsmail əleyhissalam və İbrahim əleyhissalamla əlaqəlidir. Dedim, səhvim var, Ərafatdan məlumatım var. Ərafat çölü ki, gedirsən, həcc oradan başlayır. Allah qismət eləsə həcci sizə, həcci qismət eləsin. Həcc ayini Ərafatda vüquf etməyi, niyyət etməklə başlayır və 4 gün davam eləyir. Həmin Ərafatda vüquf edərkən kimin gördüyü işi təkrar eləyirik biz? Həzrəti Adəm əleyhissalamın Ərafatda bağışlanmasını təkrarlayırıq, tövbəsini təkrarlayırıq ki, orada Allah onun tövbəsini qəbul elədi və biz də Ərəfə günündə, Ərafat çölündə həcc ayinini başlayırıq. Və Ərafat çölündə olmaq yeganə ayindir ki, həcdə bütün ayinləri yerinə yetirə bilməsən, xəstə olsun, ayağın ağrısa, başın gicəllənsə, yerivə bir naib tuta bilərsən. Məsələn, olurdu, bizə də gəlirdilər, bir xəstə qadın da gedə bilmir, deyir ki, oğlum, olar bu daşı mənim əvəzimdən sən gedib atasan şeytana, 4 kilometr getməlidir, 4 kilometr gəlməlidir, uzaqdır cəmərata gedib gəlmək minadan, 40-50 dərəcə istidə, o basırıqda. Biz də götürürdük, adın atasını soruşurduq, gedirdik onun adından naib kimi şeytanı daşlayırdıq. Həm öz adımızdan, həm onun adından. Və yaxud adam var idi, təvaf eləyə bilmirdi həcci. O zaman başqası onun adından təvaf eləyirdi, ya səy eləyirdi, ya qurban kəsə bilmir, qurbangaha qalxa bilmir, çətindir. Biz onun adından gedirdik orada, niyyət eləyib qurbanı kəsirdik. Amma yeganə əməl var həcdə ki, can yatağında olsa da insan, can verən halda da olsa orada, onun gərək mütləq yatağın gətirib qoysunlar Ərafata. Ərafat həccin əsasıdır və vaz keçilməzidir. Heç kim öz əvəzindən başqasını Ərafata göndərə bilməz.
Ərəfat oradasansa, özün gərək orada olasan. Həmin Ərəfatda Həzrəti İbrahim əleyhissalamın deyil, Həzrəti Adəm əleyhissalamın yadigarıdır. Və həcc Adəmin, ilk babamızın, ilk atamızın, insanlığın, bəşərin atası Həzrəti Adəm əleyhissalamın ayini ilə başlayır. Allah Qur'an-ı Kərimin Həcc surəsinin ayələrində həcdən danışır, ayinlərindən danışır, əməllərindən danışır. Gəlir 32-ci ayəsinə çatanda buyurur ki, "Zəlikə və mən yu'azzimu şəairəllah fə innəhə min təqvəl qulub." Buyurur ki, budur. Yəni həccin əməllərindən danışır, buyurur ki, "Zəlikə", yəni budur həccin əməlləri. Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz ki, bu qəlblərin təqvasına görədir. Yəni, həcc ayinlərində icra olunan heç bir əməl boşuna deyil. Hər bir əməl Allahın ayinidir, nişanəsidir, şəairəllahdır, Allah nişanəsidir. Və Allah buyurur ki, kim ona hörmət göstərsə bu qəlblərin təqvasıdır. Bu günləri Quranilər çıxıb ortalığa ki, həcc yoxdur, Kəbəni təvaf yoxdur, o yoxdur. Allahın ayələrinə, nişanələrinə hörmət eləməyib, güya Qurandan danışırlar. Quran deyir ki, kim hörmət eləsə, odur təqvalı. Amma hörmət eləyən görmürük biz onların dəstəsindən. Onlar əksinə inkar edir, lağlağı eləyir, istehza eləyir bu cür ayinləri ki, hansı ki, Quran əmr eləyir birbaşa. Yəni, həcc ayinində icra olunan heç bir əməl, boş əməl sadəcə eləmək xatirinə deyil və hər birinin öz xüsusi hikməti var və bizə çatdırmaq istədiyi bir mesaj var. Əgər həcc mərasimi öz təyinatına uyğun yerinə yetirilsə, bütün müsəlman dünyası üçün böyük dəyişiklik olar. Əgər öz təyinatına uyğun yerinə yetirilsə. Yəni, sizə elə gəlməsin ki, həcc balaca bir şəhərdə, səhranın ortasında qeyd olunan sadə bir ayindir. Xeyr. O ayin bütün dünya müsəlmanlarına təsir eləyə biləcək qabiliyyətə sahibdir. Sadəcə lazım olan budur ki, bu ayinin mahiyyəti, fəlsəfəsi düzgün başa düşülsün və yalnız Allahın razılığını qazanmaq üçün, ad üçün, məqam üçün, şöhrət üçün, başqa şeylər üçün gedilməsin, yerinə yetirilməsin. Həcc işlərində bütün hər şey, həcc əməlləri başlayanda bütün müsəlmanlar sadə bir libas giyməlidir, ehram libası geyinməlidir. Bu libasın heç bir bəzəyi olmalı deyil, heç bir fərqliliyi olmalı deyil. Hətta insan o libası geyən zaman ətirdən belə istifadə eləyə bilməz. Əlini ətirli sabunla da belə yuya bilməz. Və bu libas eyni ilə kəfənə bənzəyir. Bildiyimiz kəfən. Vəzifəsindən, imkanından, statusundan, mövqeyindən asılı olmayaraq hər adam həcc ziyarətini yerinə yetirmək istəyirsə, o kəfənə bürünməlidir. Allah həccin birinci addımında hamını eyni rəngə bürüyür. Hamını eyniləşdirir ki, burada dövlətli, varlı, kasıb, vəzifəli, icra hakimi, nə bilim, bələdiyyə sədri, ya adi bir insan, müəllim, ruhani fərq etməz. Hamı eyni səviyyədədir Allahın qatında. Və hamı necə ki, kəfəni geyib torpağın altına gedəcəksə, o cürdə kəfəni geyib Allahın evinin ziyarətinə gedir. Və bununla uca Allah müsəlmanlara sadəliyi öyrədir. Onların qiyamət günü heç nəsiz qalacaqlarını burada başa salır, əliboş qalacaqlarını başa salır, heç bir zinətlərinin olmayacağını başa salır. Və sanki bizə anladır ki, məhşər günündə buradakı kimi heç nə gücünüzə, sizin köməyinizə çatmayacaq öz əməllərinizdən qeyri və sizin Allah qatına gətirəcəyiniz yalnız və yalnız öz xeyirli əməlləriniz olacaq. Həm də bu ehram libası ilə bizə başa salınır ki, əslində siz əlinizdə olan heç nəyin sahibi deyilsiniz. Hər şeyi bir gün kənara qoyacaqsınız. Mülkün yeganə sahibi Allahdır və heç bir şeylə qürurlanmayın. 5-10 manat əlinizə düşən kimi sinözə döyməyin. Və ehram geyinmək insanı maddi asıllıqdan azad eləyir. Yəni insan elan eləyir ki, ilahi, mən səninlə öz aramda olan bütün maddi nə varsa çəkdim qoydum qırağa. Sadə bir kəfən geymişəm ki, səninlə mənim aramda heç bir dünya malı qalmasın.
Və həcc ayının başlaması bu niyyətlə başlayır. Və mən bütün imtiyazları kənara qoymuşam və bütün varlığımla yalnız Allaha təslim olmuşam. Ehramın da fəlsəfəsi qısa şəkildə budur. Və həccin digər ayını isə müqəddəs Kəbə evini təvaf eləməkdir. Həm ümrənin, həm həccin. Uca Allah Quran-ı Kərimin Həcc surəsinin 29-cu ayəsində buyurur ki: "Thummel yaqdu tafasahum vel yufu nuzurahum vel yettavvafu bil beytil atiq." Uca Allah buyurur ki, öz günahlarını yusunlar, sonra öz günahlarını yusunlar, nəzirlərini yerinə yetirsinlər və dəyərli evin, ətiq, yəni qiymətli evin ətrafına dolansınlar, təvaf eləsinlər. Belə ki, müsəlmanlar müəyyən vaxtda toplaşırlar həcc ayını vaxtında və Kəbə evini 7 dəfə təvaf eləyirlər. Və Kəbə evi yer üzərində olan ən qədim tövhid rəmzidir. Hələ insanlıq yer üzərinə gəlmədən, insan ayağı yer kürrəsinə toxunmadan mələklər tərəfindən tikilmiş ən qədim məkandır. İlk evdir dünyada. Həzrəti Adəm gələndən sonra həmin evin başına təvaf eləyib, sonra Həzrəti İbrahim onu bərpa eləyib, özü ətrafında yenidən ucaldıb və bu günümüzə qədər də qorunub çatıb. Dünyada olan ən qədim tikilidir Kəbə evi. Bunu yadda saxlayın ki, hələ insanlıq yaranmamışdı, Kəbə var idi. Və Kəbə Allahın təkliyinin rəmzidir, tövhidin rəmzidir. Belə ki, Allah onu Qur'an-ı Kərimdə Beytullah adlandırır və yaxud da Beytil Atiq adlandırır. Beytul Atiq yəni qiymətli ev, haram olan ev. Bəzi şeylər ki, orada haramdır ona görə. Beytullah adlandırır, yəni Allah evi. Və Allahın evi adlandırılmasında da məqsəd bu deyil ki, Allahın evi ehtiyacı var. Bu mənada yox. Kəbənin Allah evi adlanmasının bir səbəbi də budur ki, bu məkan bir qrupa, bir dəstəyə aid deyil. Allah başa salır ki, Kəbəni heç kim özəlləşdirə bilməz. Kəbə yalnız Allahın mülküdür, hər şey Allahın mülkü olduğu kimi və burada özəl mülk deyil, yalnız Allaha məxsusdur. Və həmin ev, həmin məkan xalislik rəmzidir, həmin məkan səmimiyyət rəmzidir. Onu Allahdan qeyrilərinə aid eləmək olmaz. Və Kəbə evi çox sadə bir tikilidir. Dördkünc bir sadə, çox sadə bir tikilidir və onun gözəlliyi də elə onun sadəliyindədir. Gözəlliyi elə sadə olmasındadır. Və Kəbə yer üzərində Allahın bir nişanəsidir və onun başına dolanmaqla insan sanki Allahın başına dolanır. Sanki hər şeyin Allaha fəda eləyir. Allah üçün yaşadığını bəyan eləyir. Allahın pərvanəsi olduğunu, Allahın aşiqi olduğunu izhar eləyir və yalnız Allaha tabe olduğunu bildirir. İnsan Kəbənin başına dolanmaqla özünün yalnız Allaha aid olduğunu özünə təlqin eləyir. Özüvə deyirsən ki, başına dolanmaqla Kəbənin Allaha aidsən, sən də Allahın mülküsən, sən də Allahınsan və Allaha doğru da qaydacaqsan. Və Allahdan qeyri bütün pərəstişlərdən imtina elə. Heç nəyə pərəstiş eləmə, Allah istisna. Və həccin əməllərindən biri də Ərafatda dayanmaqdır. Bayaq dedim, ona deyirlər Ərafatda vüquf eləmək. Ərafat çölü ən önəmli və mübarək məkanlardan biri hesab olunur. Belə ki, bu məkan cənnətdən yer üzərinə göndərilən Həzrəti Adəmin tövbə elədiyi yerdir, Həzrəti Həvva anamızla görüşdüyü yerdir. Ərafat günahların bağışlandığı və duaların qəbul olunduğu üçün çox dəyərə malik olan bir məkandır. Dünyada misli yoxdur o məkanın. Deyirlər ki, hədis var ki, Qədr gecəsi ən əzəmətli gecədir ki, o gecə ən pis günahkarda bağışlanar. Amma bir şey var. Deyir, bir adam Qədr gecəsi bağışlanmadısa bir çarəsi var. Bir çarəsi var. Onu yalnız Ərafat bağışlatdıra bilər. Qədirdə bağışlanmayanların yeri də Ərafat. O qədər Allah o məkana xüsusi bərəkət verib ki, orada edilən tövbələr, edilən dualar müstəcab olur və tövbələr qəbul edilir. Və Ərafatda müsəlmanların bir neçə saat qalmasının fəlsəfəsi var.
Günorta namazından ta axşam namazına qədər qalmalıdırlar müsəlmanlar Ərafatda. Və həmin o Ərafatda qalmanın fəlsəfəsi də budur ki, onlar Allahla xəlvət eləsinlər. Ərafatın bir gözəlliyi olur həmin anlarda. Bir görürsən, yüzü döndərsən, bir dəstə burada ibadət eləyir, bir dəstə orada razı niyaz eləyir, biri orada ağlayır, tövbə eləyir, bir dəstə burada moizəyə qulaq asır. Bir qəribə aurası olur oranın, Ərafatın. İnsan həqiqətən də Allah huzurunda olduğunu ora qədər başqa yerdə hiss eləyə bilmir. Bütün varlığını tərk eləyirsən, qohum əqrəbavı yaddan çıxardırsan, kim olduğu, hansı kənddən gəldiyi, nə statusa malik olduğun, hər şey çıxır yadından, yalnız bir şey bilirsən ki, ilahi, mən dönəm, günahkaram. Gətirmirsən məni bura, deməli, bura gəlməyimdə də bir səbəb var. Və insan Ərafatda düşünməyə başlayır. Ərafatda düşünüb tapdığın şeyləri başqa yerdə düşünə bilmirsən. Ərafat insanın Allahla xəlvət etdiyi bir məkanıdır ki, tövbə ilə keçmiş günahları var. O şeylər ki, səbəb olub Allahdan uzaq düşmüsən, onlardan tövbə elə. Yəni, Ərafat nədir bəs? Ərafat özvə qayıdışdır. Ərafat özvə qayıdışdır ki, Allaha qayıda biləsən. Ərafat Allahı tanımaq məkanıdır. Ərafat insanı təfəkkürə dəvət eləyir ki, insan düşünsün, başa düşsün ki, günah vasitəsilə nə qazanıbsa, o şeylər onun ziyannadır, Allahın razılığından qeyri hər şeydə puşdur. Həccin digər ayinlərindən biri də cəməratda şeytanı daşlamaqdır. Böyük şeytan, orta şeytan, kiçik şeytan, 3 gün gəlib onları daşlayırsan. Üçün də atasını yandırırsan, ondan sonra həcc ayini bitir. 3-cü gündən sonra həcc ayini bitir və bu əməl Həzrət İbrahim və İsmaildən yadigar qalıb. Bilirsiniz ki, Həzrət İbrahim əleyhissalam Allahın əmrini yerinə yetirmək üçün gedərkən, İsmaili qurbangaha apararkən, şeytan onları 3 dəfə yoldan çıxarmaq üçün qabaqlarına çıxır. Lakin onlar hər dəfə şeytanı daşlayıb qovurlar və müsəlmanlar məhz həmin ərazidə, harada ki İbrahim və İsmail ona daş atıb, həmin ərazidə şeytanı daşlayırlar və orada bir şeytanın simvolik olaraq bir sütun qoyublar, divar kimi bir tikilidir, onu daşlayırlar onun simvolik olaraq. Və bu daşlamaq əslində şeytan və onun hilələrindən imtina eləməkdir. Bəziləri ağıllı çıxır, gedib şeytanı daşlamaqdansa özünüzü düzəldin və s. və axır. Əslində sən özünü düzəltməyə şeytanı daşlamaqdan başlamamısansa düzəldə bilməyəcəksən. Sən şeytanı tanıyıb ona nifrət eləmirsənsə, ona daş atmağa cürət eləmirsənsə və yaxud da ona daş atmaq qədər ona nifrət eləmirsənsə, Allaha and olsun deyirəm sizə, ona daş atanda mən hələ şeytana nifrət eləyirdi hamımız. Mən orada başa düşdüm ki, nifrət nədir? Mən orada bildim ki, mənim indiyə qədər şeytan elədiyim nifrət deyilmiş. Orada Allah insanın qəlbinə, şeytana qarşı bir nifrət doldurur. Qeyri-adi bir şey deyə, elə hətta acıqlanırsan o varlığa qarşı ki, inandırım sizi ki, həmin anda şeytanı sənə verələr, parça-parça eləyərsən. O hətta adam orada şeytana qarşı əsəbi olur, qəzəbi olur, insanda şeytana qarşı buğz deyirlər. Yəni, insan şeytana nifrət eləyir həmin anda, o daş atılan məqamda ki, o anları keçirməyənə, yaşamayana qədər mən sizə onu anlada bilmərəm və şeytanı daşlamaq bir növ mövqey nümayiş elətdirməkdir. Nə mövqeyidir? Yəni, insan bu əməllə batilə nifrət etdiyini aşkarlayır. Yəni, mən nifrət edirəm batilə, daş atıram batilə və insan haqqın tərəfində olduğunu göstərir. Həzrəti İbrahim mövqeyində olduğunu göstərir. İsmail mövqeyində olduğunu göstərir. Beləliklə, artıq dünyanın müxtəlif yerlərindən həclərimiz, həcc ayini yerinə yetirmək üçün müsəlmanlar o mübarək torpaqlara bu günlərdə toplaşırlar. Azərbaycanımızdan da zəvvarların bir hissəsi gedib, bir hissəsi də getmək üzrədir. Mən də qısa şəkildə həcc ayinin bir neçə ayini haqqında sizə qısa belə də sadə məlumat verdim ki, anlayışımız olsun o əməlin gözəlliyi haqqında. Allahdan arzu eləyin, həmişə dilinizin arzusu olsun. Ömrünüzdə heç olmasa bir dəfə vacib həcci yerinə yetirməyi Allah sizə nəsib eləsin inşallah. Ümrə gözəl ziyarətgahdır, ümrə Kəbəni görməkdir, ümrə Peyğəmbəri ziyarət eləməkdir, ümrə ehram giyməkdir. Amma ümrədə, həccdə yaşanılan halın
mində biri yox, heç milyonda biri yaşanılmır. Həccin tamam başqa fəlsəfəsi, tamam başqa özəlliyi və gözəlliyi var. Ona görə həmişə Allahdan arzu eləyin. Allah sizə birinci ümrə, ondan sonra da gözəl bir həcc ziyarəti nəsib eləsin inşallah. Allah sizə o qədər gözəl ruzu versin, bərəkətli ruzu versin ki, hamınızın cibində kifayət edəcək qədər məbləğ olsun. Gedib Allah evinin başına dolanıb, o mübarək ziyarəti yerinə yetirib qaydasız inşallah vətənimizə və həcci necə olmalıdır, onu göstərəsiz inşallah. Əsl Allah evinin zəvvarı necə olmalıdığını göstərəsiz cəmiyyətə. Ümid edirik ki, inşallah o adı ləkələyənlər sizi görüb ən azından utanarlar ki, əslində həcci belə olmalıydı. Və bəzilərinin də yadına nədənsə müsəlmanlar həccə gedən zaman kasıblar düşür. Və başlayırlar ki, həccə pul vermək əvəzinə gedin kasıbları. Vallahi heç bir dəfə görmədim mən həmin adamlar cürət eləyib gedib bahalı-bahalı xarici turistik məkanlarda, nə bilim, adlarını çəkmirəm də haralarda, onlarda heç gedib keyf çəkib milyonlarla pulun tökənlərə demədilər get kasıbı doydur. Heç onda yada düşmür kasıb. Elə nə olursa həcc ayını qabağa gələn kimi, həccin adı çəkilən kimi düşür kasıb küsub yada. Bəyən biz deyirik ki, ay cəmaat kasıba yardım eləməyin, gedin həccə. Axı heç bu bizdə həccin yanında zəkat da var axı. Bizim 10 vacib əməllərimizin yanında, həccin yanında xümüs var, həccin yanında zəkat var. Yəni bu da var. Niyə bunu görmürsünüz? Məhz həccə gedənlərə ilişirlər ki, o pulu aparın, verin kasıb küsuba. Kasıb küsuba dəstək vermək, xidmət eləmək, onların yardım eləmək boynumuzun borcudur. Allah bizə bir vəzifə verib bunu, imkanımız olan qədər onlara dəstək verməliyik. Amma heç bir ibadət, heç bir ibadətin yerini tutmamaq şərti ilə. Həcc öz yerində gözəldir, zəkat, sədəqə öz yerində gözəldir. Yəni qarışdırmasınlar dəyərləri bir-birinə. Allahın evi heç vaxt boş qalmamalıdır. Həmişə müsəlmanlar çalışdıqları qədər həmin evin ziyarətini etməlidirlər inşallah. Və Allah etməyi də bizə və sizə, gedənlərə dübarə, getməyənlərə də heç olmasa ömürlərində bir dəfə nəsib eləsin inşallah. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəaytən nəsə yədxulunə fi dinillahi əfvəcə fəsəbbih bihamdi rabbikə və stəğfir innəhu kənə təvvəbə.